Salam, xoş gördük. Deməli, maraqlı bir məlumat var. Ermənistanda dövlət çevrilişinə cəhddə şübhəli bilinənləri həbs edirlər. Artıq Paşinyan, Ermənistan baş naziri Nikol Paşinyanın bir bəyanatı var idi ötən günlərdə ki, Ermənistanda dövlət çevrilişi hazırlanır. Ona qarşı əməliyyatlara başlayıblar. Artıq 14 nəfərə çatır həbs olunanların sayı. 90 binada isə axtarış əməliyyatı həyata keçirilib. Yəni Paşinyan bir növü ona qarşı olan qüvvələri bir-bir sıradan çıxardır. Onu da xatırladaq ki, 2026-cı ilin dekabr ayında Ermənistanda baş nazir, yəni parlament seçkiləri keçiriləcək və həmin seçkidə Paşinyan qalib gəlmək üçün rəqiblərini bir-bir sıradan çıxarır. Dövlət çevrilişində cəhd adı altında həbslər həyata keçirilir. İndi görək yaxın günlərdə nələr baş verəcək, daha kimlər həbs olunacaq, tanınmış simalar varmı onların arasında? Bu məsələlərə də yaxın günlərdə aydınlıq gələcək. Bizi izləməyə davam edin, kanala da abunə olmağı unutmayın.